Və Allah Subhanahu va Taala bizə yol göstərib insanların ibadətdə halı necə olmalıdır, rükunları ne, ibadətin rükunları var. Sevgi, qorxu və ümid. Və bu üç şeylə ibadət etməlisən. Sevgi, Allahı sevməlisən, Allahdan qorxmalısan və yenə də rəhmətindən ümidi üzməyib Allaha ümid bəsləməlisən. Bu üç təməl mütləq olmalıdır ibadətdə. Biri olmazsa insan azar olmaz. Allahı sevmədən necə Allaha ibadət edəcəksən? Allahdan qorxma, əzabından qorxma. Arxayınçılıq aparacaq, insan artıq nədir? Özünü cənnətdə hiss eləyib. Eybi yoxdur, əşya Allah bağışlayar və belə. Və ya onun əksini götürsə ki, Allah bağışlamayacaq mən. Ümidi qoysa qırağa, bununla da nədir? Bununla da insan azır. Və bu üç rükün haqqında Allah Taala bir ayətdə Quran-ı Kərimdə bizə bildirir ki: "Ulaikellezine yed'un yebtaguna ila rabbihimul vasilata eyyuhum aqrab." Onların dua etdikləri özləri Rəbbinə yaxınlaşmaq üçün hansının daha yaxın olacaq deyə vəsilə axtarır. Və yercuna rahmetə. Onun rəhmətini umurlar və yaxafuna azabə və onun əzabından qorxurlar. İnna azabə rabbika kana mahzura. Sənin Rəbbinin əzabı həzər ediləndir. Və fikir verin bu ayətdə sevgiyə də dəlil var, qorxuya da dəlil var, ümidə də dəlil var. Sevgiyə dəlil nədir? Allaha yaxınlaşmaq. Yəni bir insan ki, Allaha yaxınlaşmaq üçün vasitələr axtarır. Nə demək? Nəyə dəlalət edir? Bu sevgiyə dəlalət edir. Bir insan ki, yarcuna rahmetə. Rəhmətinə ümid eləyir, deməli ümid var. Və həmçinin əzabından qorxurlar. Bu da qorxu. Sevgi, qorxu və ümid mütləqdir.